Qiyamətdə hamıdan soruşacaqlar, hansı zamanda yaşadın? Deyəcək ki, mən axirət zamanda yaşadım. Əhl-i Beytə bağlı olan bir məmləkətdə. Ondan sonra deyəcəklər, bəs bu nə əməl dəftəridir gətirmirsən? Niyə bu halda gəlmirsən bəs? Bir nəfər gəldi İmam Sadiq əleyhissalamın yanına. İmam soruşur ki, Quranın bu ayəsi haqqında nə deyirsən? Buyurur ki, o gün neymətlər haqqında soruşulacaq. Dedi, sənin fikrin nədir? Dedi, heç nədə Allah neymətlər verir, yemək, içmək, onun hesab kitabını soruşacaq. İmam dedi ki, bir adamı evvə dəvət edib ona çörək versin, onu sonra hesaba çəksin, nə qədər ədəbə uyğundur. Yaraşar ki, qonaqdan verdiyin süfrənin hesab kitabını aparasan. Dedi, yox. Dedi, bəs Allaha necə yaraşdırırsan? Bəs dedi, nədən söhbət gedir? İmam buyurdu ki, Allah biz Əhl-i Beytin məhəbbətini soruşacaq. Bu ayədə bu nəzərdə tutulur. Bu məhəbbətlə neynədin? Əhl-i Beyt sevgisini sənə vermişdim. Hara səni çatdıra bilərdi gör, amma hara çatdın? Böyük bir sərmayən var idi. Ondan sonra deyəcəklər, bu sevgi ilə, bu neymətlə neynədin? Niyə bu vəziyyətdəsən? Niyə bu haldasan?